Və təbii ki, Ramiz Mehdiyev işindəki son gəlişmələri də yaddan çıxarmayaq. 2 nəfər cəzalandırılıb. Söhbət kimdən gedir? Prezident administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq demək prezidenti akademik Ramiz Mehdiyev ilə bağlı istintaqın başlanmasının 30 gün keçib, amma bu baxmayaraq hələ də rəsmi açıqlama verilməyib. İşlə bağlı yayılan məlumatlara görə Ramiz Mehdiyevin oğlu general-mayor Teymur Mehdiyev ölkənin strateji nazirliyində, yəni Fövqəladə Hallar Nazirliyində müavin postunda qalır. Qlobal Info Az saytına danışan Siyasi və Hüquq Araşdırmalar Mərkəzinin sədri hüquqşünas Xəyal Bəşirov deyib ki, qanunvericiliklə nəzərdə tutulmuş prosedurlar haqqında ümumi fikirlər səsləndirmək olar, amma konkret işin detallarını bilmədiyimiz üçün hər hansı şərh yalnız ehtimallar əsasında ola bilər. Stat 30 günlük müddət məsələsinə gəldikdə ki, araşdırma aparılıb və köməkçinin həbs olunması ilə bağlı məlumat yayılıb. Həmçinin köməkçinin Elton Məmmədovun istintaqda dindirilməsi ilə bağlı məsələ də gündəmə gəlib, prokurorluq ona xəbərdarlıq edib. Görülən tədbirlərdən məlum olur ki, işlə bağlı dindirilən və ya digər tədbir görülən şəxslər mövcuddur. Eyni zamanda Ramiz Mehdiyev haqqında yayılan məlumatlara görə o 4 aylıq ev dustaqlığına da götürülüb. Diqqətinizə çatdırım ki, Azərbaycan Cinayət Məcəlləsinə görə cinayət işlərinin istintaq müddətləri müəyyən olunub və maksimum hədlər mövcuddur. Xüsusilə ağır cinayətlər üzrə bu müddət uzadıla bilər. Baş prokurorluq tərəfindən 13-19 aya qədər artırıla bilər. Hələ ki, bu müddət tamamlanmayıb. Ona görə də bu fikirlər, belə fikirlər səsləndirmək tezdir. Deyib düşünürəm ki, ev dustaqlığı tədbirinin seçilməsi və işin davam etdirilməsi zamanı məlumatların yayılmaması cinayət prosesinə və istintaqın gedişatına xələl gətirməmək məqsədi ilə həyata keçirilir. Bu baxımdan da işin həssaslığı, şəxslərin yüksək vəzifələrdə təmsil olunması və prosesin ciddiliyini nəzərə alaraq ictimaiyyətə hələ də məlumat verilmir. Ən düzgün yanaşma isə rəsmi açıqlamaları, müvafiq araşdırma aparan qurumların mövqeyini gözləməkdir deyib açıqlamasında. Təbii ki, bu günlərdir davam edən demək bir məsələnin hələ də rəsmi şəkildə istintaqın cəmiyyətə məlumat verməməsi nəticəsində ortaya çıxan qeyri-müəyyən demək informasiyalardır deyirəm və ümid edək ki, gələn həftə bu istiqamətdə hərəkətlər, istintaq hərəkətləri və ictimaiyyətə verilən məlumatlar olacaq deyirəm.